Bilirəm, ürəyiniz doluydu söz demək, amma mənim də ürəyim doludur. Çünki əsrin bəlası var, autizmdir bu və autizmi bəzən digər xəstəliklərlə səhv salırlar. Hansı ki, biz autizmin özünə xəstəlik demirik. Bir də görürsünüz, Narınc xanım, yanlış bir istiqamət və getdikcə uşaq daha pisləşməyə başlayır. Amma biz həmişə sizin, belə deyim də, Narınc Psixologiya Mərkəzləri haqqında məlumat verəndə biz deyirik ki, orada bir şiddət testi var. Bu, məhz autizm şiddətinin ölçülməsi üçündür. Siz orada bilirsiniz ki, autizm varmı, nə dərəcədədir, yoxdur və s. Və xüsusi möcüzəvi proqramlar var, aparatlar var. Qısa müddətdə aradan qaldırırsınız. Amma ana evdə, tutalım indi bizə baxır. Çünki uşaqların əksəriyyəti bir yerdə durmur. Ağlayandır, yeri gələndə güləndir. Bir də nədənsə bilmirəm, daha çox oğlanlarda mı rast gəlinir? Yəni, mən dəfələrlə oğlan uşaqlarının gətirilməsini görmüşəm. Və bu genetik xəstəlikdirmi, əgər yanaşma... Ən çox verilən sual odur. Aha. Bunların hamısına zəhmət olmasa bir cavab verək. Bir də əsas nəyi deyəcəm? Əlamətlərini ki, analar sizi izlədikcə qərar versinlər ki, aparıb autizm şiddətinin ölçülməsi testinə keçirmək lazımdır, yoxsa yox, mənim balamda Narınc xanımın dediyi heç bir əlamət yoxdur desinlər. Əsas önəmli olan nüans, mən həmişə vurğulayıram ki, cücərmə mərhələsində müdaxilə etməkdir. Biz buna erkən müdaxilə deyirik. Necə ki, o biraz burnun axanda, boğazın qıcıqlananda, tez bir zoğallı çay içirsən, biraz bir immunitet gücləndirici nəsə qəbul edirsən, ağır yorğan döşəyə düşmürük. Elə düşünün ki, bax, autizm spektr pozuntusu da elədir. Autizmin havası gəlir başlanğıcında, artıq yaş yarımında özünü göstərməyə başlayır. Valideyn o müddətdə tez düşməlidir üstünə. Gözləməməlidir ki, ay biraz da gözləyim. Yox, televizora çox baxır, ona görə bu uşaq belə nitqi zəifləyib, reaksiya vermir. Çünki ən çox uşaq zaman keçdikcə danışdığı sözləri deməməyə başlayır. Əvvəl bacısının adını deyirdi, anasını səslənirdi, mama, papa, dədə. Artıq görürlər, əvvəlki uşaq deyil. Hətta videoları çəkirdiyi videolara baxırlar. Deyir, baxın, Narınc, bir il əvvəl biz bu sözü deyir, bu musiqini çalır, uşaq gözəl rəqs edir. İndi tamamilə reaksiyası sönüb. Öz dünyasındadır, başını salır, ancaq oyuncaqlarla oynayır, dönən əşyalara, məsələn, bir barmağını götürür, durmadan bu şəkildə fırladır, ətrafında dönür. Bu uşağa nə oldu belənci? Hətta bəzən, belə deyək də, düşünürlər, uşağıma cadu mu olundu, ya uşağıma nəsə mi baş verdi, uşaq çöndü, dəyişdi. Ən çox deyilən sözlər odur. Və autizmin seyri budur. Yəni, gedişat belə gedir çox zaman. Yəni, sırf 7-ci ayında, 6-cı ayında çox da bilmək olmur. Bunun üçün mütəxəssis olmaq lazımdır. Ana-atalar çoxu zaman artıq yaş yarımında bilir. Çox məyus olduğum nöqtə olur ki, gənc ailələrdə daha çox görürük bunu. Çünki uşaq yetişdirən ana 2-ci, 3-cü övladında tez fərqinə varır. Deyir, mənim qızım 5 yaşında qızım var, mənim qızım 2 yaşında artıq danışırdı, cümlə qururdu. Bunun anadan gəlmə olma ihtimalı yoxdur da, sonradan qazanılır. Zamanla sonradan üzə çıxır. Əvvəldən var, təməl var, amma sonradan yavaş-yavaş üzə çıxmağa başlayır və uşaq elə bir sanki bir buz yaranır, buz qalınlaşır və bizi ilə onu ayırır. Sanki bir dünyaya keçid eləyir. O dünyada ancaq səslər çıxardır, qeyri-ixtiyarı təkrarlanan, məsələn, dişlərini qıcama kimi, sanki çırt-çırt deyə qəribə səslərlə özünü ifadə edir. Təkrarlanan səbəbsiz hərəkət ya da əl yellətmələrlə, bir nöqtəyə baxıb ətrafında dönməklə, hətta kiçik aylarında uşaqlar bu şəkildə önə arxaya doğru gedirlər. Bu hərəkətlər ilkin autizmin başlanğıcıdır. Göz kontaktının az olması, sanki gözə baxmırlar. Məsələn, ana deyir ki, oturar, yanında bir cizgi film, Maşanın, Ayın cizgi filmin səsi gəlir, durdu, qaça-qaça gedir baxmağa. Amma mən haylayıram ki, məsələn, Aynur, balam, mənə bax, gəl bura, mən dediyim heç nə elə bir eşitmir. Amma eşitməyən adam necə oldu cizgi filmin səsini eşitdi yan otaqda? Balaca bir şokoladın səsi, kağızın səsini eşitib bilir ki, xoşladığı şokoladdır, qaça-qaça gəlir ora. Demək ki, özünə sərf etdiyi şeylərə reaksiya verir. Bu reaksiya pozuntusudur və bu sırf əqli geriliyi deyil. Autizmlərin bir qismində ağırlaşanda əqildən də geriliyi verə bilir. Amma autizm spektr pozuntulu uşaqları 2 yaşından, 3 yaşından üstünə düşsələr, inanın, baxın, bu artıq yanvardan 18-ci il təcrübəmə keçdim. Bu 18 ildə, inanın, yəni minlərlə, bəlkə də milyona çatmış sayda balalarım vardır ki, hamısı yaxşı məktəblərdə oxuyur, yaxşı işləyir. Yəni, inanın, valideynlər deyir ki, biz o əvvəl qaranlıq, o yuxularımız vardı, kabuslarımız vardı. Düşünürdüm, Allahım, mənim uşağım videoları çoxu zaman analar
girir, baxır, müxtəlif. Çünki mənbəyi məlum olmayan məlumatları oxuyur və qorxurlar ki, birdən mənim də uşağım belə olar. Xeyr, vaxtında üstünə düşürsünüzsə, autizm diaqnozu 4 yaşda qoyulur, 5 yaşda qoyulur. Amma o vaxta qədər də bu cücərməyə başlayır. O ilanın başını kiçikən əzmək lazımdır. Gözləməməliyik ki, hə, öz-özünə keçəcək, keçməsə 4 yaşında apararam psixoloqa, loqopedə və biz həm də aparatla autizmin özünə qapanma dərəcəsini də ölçə bilirik. Depressiv əlamətlərini, diqqətini. Çünki autizmlə yanaşı diqqət pozuntusu, qavramada zəifliklər, nitq mərkəzinin necə işlədiyini, orada amplitudları görə bilirik və onu aparatla da müdaxilə eləyə bilirik. Və təbii ki, belə deyək, autizmin şiddətini, yəni dərəcəsini çıxarda bilirik və nə qədər dərəcədədir, risk qrupuna daxildir, yüngüldür, ortadır, ağırdır və o zaman biz proqnoz verə bilirik. Çünki çoxu zaman valideyn gəlir deyir ki, nə qədər müddətə düzələr? Məsələn, zəmanət verirsiniz, hətta belə suallar da verilir. Təbii ki, tibbi olaraq %98-96 proqnoz verə bilirik ki, məsələn, bu 6 aylıq bir prosedurdur ya da bu 1 il, məsələn, 8 ay 1 il çəkəcək bir prosedurdur. Yəni, mən həmişə deyirəm valideynlərə, şərtimizi şumda keçək, xırmanda davamız olmasın. Yəni, bu biraz zaman tələb edir, əmək tələb edir, amma bunları eləriksə, bu deyilənlər nəzarətdə saxlasa, tamamilə aradan qaldırıb, sən uşağın sabah hazırlıqlara da, məktəbə də, hər şeydə bərpa edə bilir. İnanın, 2 yaşında üstünə düşən valideynlərimlə biri belə uduzan olmayıb ki, o uşaq məktəbə getməsin, o uşaq inkişafı bərpa olmasın. Ən çox 5 yaşdan sonra gələn uşaqlarda çox əziyyət çəkir valideynlər. Çünki 6 yaşında uşaq məktəbə getməlidir. Artıq məktəblər götürmür onu. Deyirlər ki, apar bunu xüsusi məktəbə, ev təhsilinə, ana üçün çox çətindir. Ona görə valideynlərə bildirmək istəyirəm. Vaxtında gördün ki, gözünə baxmır, gördün hayladın səsini çıxartmır, reaksiya vermirsə, dönürsə, fırlanırsa, səslər çıxardırsa, artıq bunu başa düşməlisən. Ay, mənim uşağım danışır, ona can sayır. Ay, balam, sənin sualıva cavab vermir, gördüyün əzbərliyib musiqini oxuyur. Bu danışmaq deyil. İngiliscə ona can saymaq danışmaq deyil. Bunlar valideynləri aldatmasın və vaxtında düşərlərsə, bununla mübarizə apara bilərlər və tam sağlamlığına qovuşar balalarım. Mənim zərrə şübhəm yoxdur. Əgər varsa, Narınc xanımın dediyi əlamətləri gördüyünüz uşaqlar heç zaman itirməyin. Çünki vaxtında düşüləndə üstünə psixoloqlar da daha rahat olur, daha çox uğur qazanmış olurlar. Amma illər keçdikcə onu təmizləmək də bir uzun zaman alır. 055-253-27-00 autizm xəstəlik deyil və aradan tam qaldırıla bilər deyə Narınc Rüstəmova deyir. Bütün komandası ilə birgə sizin o şirin balaların xidmətində dayanmağa hazırdılar. Gedin, təki balalarımız sağlam olsunlar.